Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz bu dəfəki videomuzda din test toplusundan təkamül təliminə aid olan testlərin izahını verəcəyik. Başlayırıq birinci sualdan. Birinci sualda bizə deyilir ki, yalnız bitki qidası ilə qidalanan birəbitənlərdə dimdiyin quruluşu necədir? Təbii ki, cavabımız B olacaq, parçalayan dimdik. İkinci sualda qaymaq çiçəyi hansı sistematik kateqoriyaya sayılır? Bu cins sayılır. Ee, Ona görə cavabımız A bəndi olacaq. Üçüncüdə adi zoğal hansı cinsə aiddir? Təbii ki, adi zoğal özü növdür. Zoğal sözü burada isə cinsi göstərir. Ona görə zoğal cinsinə aiddir. C bəndi olacaq bizim üçüncü sualda cavabımız. Dördüncü suala gəlirik. Dördüncü sualda bizə deyir ki, meşə lərgəsi hansı cinsə aiddir? Təbii ki, lərgə cinsinə aid olacaq. Yəni cavabımız Y bəndi. Beşinci sualda Linney canlı orqanizmləri hansı sistematik kateqoriyalarda qruplaşdırmışdır? Növ, cins, dəstə və siniflərdə qruplaşdırıb. Ona görə cavabımız Y olacaq beşinci sualda. Altıncı suala gəlirik. Altıncı sualda bizə deyilir ki, sxemdə rəqəmlərə uyğun olan terminləri müəyyən edin. Bitkilərdə birin yerinə yazmalıyıq şöbə, ikinin yerinə yazmalıyıq sıra, üçün yerinə heyvanlarda yazmalıyıq tip, e, dördün yerinə də yazmalıyıq dəstə. Cavabımız olacaq Y bəndi. Altıncı sualda cavabımız Y bəndi. Davam edirik. Yeddinci sual ilə. Yeddinci sualda bizə deyilir ki, Kiçik Qafqazın dağ ətəyində və yüksəklərində yaşayan müxtəlif yaşama şəraitinə uyğunlaşan yuva qurma vaxtına və yerinə, qida bazasına görə bir-birindən xarici görünüşcə fərqlənməyən, ancaq çarpazlaşıb döllü nəsil verən qaratoyuq növü hansı yaşama formasını əmələ gətirir? Təbii ki, burada çarpazlaşıb bir-biri ilə döllü nəsil verirsə, demək ki, bunlar eyni növə aiddir. Yəni, bir dənə növdür. Sadəcə burada iki populyasiya var. Biri dağ ətəyində yaşayır, biri də yüksəkliklərdə yaşayır. İki dənə populyasiyadır. Yəni, cavabımız D bəndi olacaq. Bu sualda bizim cavabımız. Gəldik 8-ci suala. Təbii seçimi nəticəsində növ əmələ gəlmə aşağıdakı hansı ardıcıllıqla gedir? Deməli, növ əmələ gəlmə prosesi populyasiyanın içərisində baş verəcək. Populyasiyada əvvəlcə əlamətlər ayrılacaq, yarım növlər yaranacaq ki, sonra bu yarım növlər də hər biri ayrı-ayrılıqda növlərə çevrilmiş olacaq. Onun üçün cavabımız C bəndi olaraq götürüləcək 8-ci sualda. 9-cu suala gəlirik. Deyir ki, Linni sistematikasında öz əksini tapmayan sistematik kateqoriyaları göstərin. Linni sistematikasında növ, cins, dəstə və sinif qeyd eləmişdir. Nəyi qeyd eləməmişdir? Tiplə fəsiləni qeyd eləməyib. Ona görə cavabımız C bəndi olacaq. 10-cu sualda populyasiyada fərdləri birləşdirən başlıca amil nədir? Təbii ki, çarpazlaşıb döllü nəsil vermə. Cavabımız D bəndi olacaq 10-cu sualda. 11-ci suala gəldiyimiz zaman bizə deyir ki, hər hansı bir populyasiya üçün mülahizələrdən hansı doğrudur? Populyasiyanın arealı daimi deyil. Bax elə doğru fikir budur da. Cavabımız A bəndi olacaq 11-ci sualda. B-də deyir ki, müxtəlif növlərin fərdlərindən təşkil olunub. Xeyr, eyni növlərin fərdlərindən təşkil olunub. C-də deyir, fərdlər arasında yaşamaq uğrunda mübarizə getmir, növdaxili mübarizə gedir təbii ki. Ona görə C bəndə səhvdir. Həmin növün bütün fərdlərinin genotipləri eynidir. Xeyr, genotiplər, genofond söhbəti var populyasiyada. Hər birinin genotipi fərqli ola bilər. Y bəndində isə deyir ki, fərdləri bir-birləri ilə sərbəst çarpazlaşa bilmirlər, xeyir çarpazlaşa bilirlər. Ona görə A bəndi doğru cavabımız oldu.
13-cü sualda yaşamaq uğrunda mübarizənin hansı forma və ya formaları üçün parazitizm səciyyəvi ola bilər? Parazitizm növlər arasında ola bilir. Sahib və parazit münasibəti. Ona görə 13-cü sualın cavabı D bəndi olmuş olacaq. Davam edirik 13-cü sual ilə. 13-cü sualda bizə deyir ki, hansı növdaxili mübarizəyə aid deyil? Yırtıcı və onun şarı arasında gedən mübarizə təbii ki, bu növlər arası deyil. Cavabımız A bəndi olmuş olacaq. 14-cü sualda təkamül prosesində təbil pərdəsi ilk dəfə yaranıb. Təbil pərdəsi ilk dəfə yaranan canlılar suda, quruda yaşayanlar olublar. Cavabımız A bəndi olmuş olacaq. 15-ci sualda yaşamaq uğrunda mübarizə və təbii seçmə anlayışlarının bir-birindən fərqi. Təbii seçmədə orqanizmlərin mövcud həyat şəraitinə uyğunlaşması nəzərdə tutulur. Yaşayış uğrunda mübarizə isə təbii seçmənin nəticəsidir. Xeyr, elə burada səhv qeyd edilib A-bəndin. Təbii seçmə yaşayış uğrunda mübarizənin nəticəsidir. B bəndində deyir ki, yaşayış uğrunda mübarizə orqanizmlərin mühit şəraiti ilə qarşılıqlı təsiri prosesidir. Təbii seçmə isə onun nəticəsi olub mövcud şəraitə uyğunlaşanların sağ qalmasıdır. Bəli, cavabımız doğru olur 15-də B bəndi. Davam edirik. Heç digər variantlara baxmadım 15-də. 16-cı sual ilə davam edəcəyik. Bizə deyir ki, aşağıdakılardan hansı düzdür? Dalaycı qaymaq çiçəyi çəmən və tarlalarda, sürünən qaymaq çiçəyi çay və nohurların kənarında bitir. Tam doğru bir fikirdir. Elə A bəndi doğru bir variant olaraq götürüləcək 16-cı sualda. 17-ci sualda deyir ki, təbii və süni seçmə proseslərinin oxşarlığını göstərin. Hər iki seçmənin əsasında daha yaxşısını seçmək durur. Hər ikisinin əsasından daha yaxşısını seçmək durur. Yer üzündə həyat yaranandan mövcuddur. Sortlar yaranır. Yəni, baxdığımız zaman yer üzərində həyat yaranandan mövcuddur. Bu təbii seçmədir. Süni seçməyə aid deyil. Sortlar yaranır süni seçmə ilə. Daha sonra yeni növlər yaranır təbii seçmə ilə. Hər iki seçmənin əsasında irsi dəyişkənlik durur. Bu da oxşar xüsusiyyətin. Yəni cavabımız 1 və 5 B bəndi olacaq 17-ci sualda. 18-ci sualda sxemdə rəqəmlər nəyi göstərir? Deməli, 1 göstərir populyasiyanı, 2 göstərir arealı, 3 də göstərir populyasiyanın içərisindəki X-a işarə qoyub. Görürsünüzmü? 3 isə göstərir fərdi. Populyasiya, areal, fərd. Yəni cavabımız B bəndi olacaq 19-cu sualda. 18-ci sualda üzr istəyirəm. 19-cu sualda bizə Euler-Venn diaqram verib, Linne ilə Lamarka aid olan fikirlərin oxşar və fərqli cəhətlərini tapmalıyıq. Birinci fikirdə deyib ki, 4 sistematik kateqoriyanı elmə daxil etmiş və növü canlı təbiətin elementar vahidi hesab etmişdir. Bu Linneyə aiddir. Bu Linneyə aiddir. X-a aid elədik. Yəni 1. Sonra ilk dəfə təkamül təlimini yaratmışdır. İlk təkamül təlimini yaradan Lamarck olmuşdur. Deməli, Z-ə aid elədik 2. İlk dəfə qoşalatın adlarını elmə gətirmişdir. Bu Linneyə aiddir. 3-ü aid elədik X-a. Təkamülün əsas hərəkət verici qüvvəsinin canlıların tərəqqiyə doğru daxili meyli ilə izah etmişdir. Bu Lamarcka aiddir. 4. Canlıların təsnifatını, yəni sistematikasını yaratmışdır. Hər ikisi yaradıb. 5-i aid elədik Y-ə. Heyvanları 6 pillədə qradasiya prinsipi ilə sistemləşdirmişdir. Bu da aiddir kimə? Lamarcka. 1, 3, 5, 2, 4, 6. Yəni B bəndi olacaq bizim cavabımız 19-cu sualda.
20-ci suala gəldiyimiz zaman isə bizə deyir ki, verilmiş ifadələrdən hansıları doğrudur? Baxırıq ki, deyir ki, hər növün ancaq bir populyasiyası olur. Xeyr, bu fikir səhv bir fikirdir. Bir neçə populyasiyası ola bilər. İkinci sualda deyir ki, hər hansı bir populyasiya eyni növün fərdlərindən təşkil olunub. Bəli, doğru bir fikirdir. Üçdə deyir ki, eyni xromosom sayına malik olan bütün fərdlər eyni populyasiyada yerləşir. Xeyr, müxtəlif fərdlər də ola bilər ki, eyni xromosom sayına malik olsun. 3 səhvdir. Dördüncüdə eyni ərazidə müxtəlif növlərin populyasiyaları yerləşə bilər. Təbii ki, yerləşə bilər. Cavabımız 2 və 4 C bəndi olacaq 20-ci sualda. Davam edirik 21-ci sual ilə. Bizə burada nə veribdir? Arealın hissələrə parçalanması veribdir 21-ci sualda və buna uyğun olan doğru fikirləri müəyyən eləməyimizi istəyir. Populyasiyaların deyir sayı artmışdır. Bəli, həqiqətən də populyasiyanın sayı artır. Birinci fikir doğru. Növün fərdləri arealın genişlənməsi hesabına yeni həyat şəraitinə düşmüşdülər. Xeyr, arealın hissələrə parçalanması nəticəsində baş vermişdir bu. Bir növün arealı müxtəlif amillərin təsiri ilə hissələrə parçalanıb doğru bir fikirdir. Yeni növlər əmələ gəlib, bəli, doğru bir fikirdir. Başlanğıc növün arealı genişlənib, xeyr. Ekoloji növ əmələ gəlmə prosesi baş vermişdir, xeyr. Yəni cavabımız burada 1, 3 və 4 olmuş olacaq. Davam edirik 22-ci sual ilə. Burada deyir ki, şəkilə əsasən doğru olanları müəyyən edin. Baxırıq burada ekoloji nömrə gəlmədi. Növün populyasiyası öz arealında qalıb, ekoloji nömrə gəlmədə qalır. Öz arealında doğru bir fikirdir. Areal daxilində həyat şəraiti dəyişməmişdir. Xeyr, şərait dəyişib. Ona görə də ekoloji nömrə gəlmə baş veribdir. Populyasiyanın gen tərkibi dəyişib, əlbəttə ki, dəyişibdir. Bioloji təcrid yaranmışdır. Bəli, növlər arasında bioloji təcrid yaranıb ki, yeni formalar üzə çıxıb da 4 doğrudur. Növün arealı müxtəlif hissələrə parçalanmışdır. Xeyr. Növün fərdləri öz arealını genişləndirib, xeyr. Yəni cavabımız 1, 3, 4 olmuş olacaq. Davam edirik. Burada deyir ki, göstərilənlərdən hansı istiqamətləndirici əhəmiyyətə malik əsas təkamül amilidir? Müəyyən bir istiqaməti var, yəni. Ee, Təbii ki, burada cavabımız təbii seçmə olacaq da. Təbii seçmənin müəyyən bir istiqaməti olur. Güclünün sağ qalması, zəifin isə məhv olması istiqamətində gedir bu seçmə. İkinci sualda deyilir ki, çarpazlaşma nəticəsində yeni nəsildə valideyn əlamətlərin birləşməsi necə adlanır? Təbii ki, bu kombinativ dəyişkənlik adlanmış olacaq. Yeni kombinasiya üzə çıxır. Ona görə də kombinativ dəyişkənlik adlandırırıq bunu. Sonra üçüncü sualda bizə deyilir ki, aşağıdakı hansı növlərarası mübarizəyə aiddir? Boz siçovulun qara siçovulu insan yaşayan yerlərdən sıxışdırıb çıxarması. Bəli, iki dənə növdür də. Təbii ki, A bəndi aid olacaq. Dördüncü sualda delfin və akullanın xarici görünüşlərinə görə oxşar olmasını nə ilə izah etmək olar? Təbii ki, oxşar yaşayış şəraitinə düşməsi ilə müşahidə etmək olurdu, izah eləmək olurdu. Cavabımız ona görə də A bəndi olacaq 4-cü sualda. 5-ci suala gəldiyimiz zaman bizə deyilir ki, təkamül prosesində tozağacı qarışcası kəpənəyində rast gəlinən sənaye mexanizminin seçmənin hansı formasının təsirinin nümunəsidir? Hərəkət verici təbii seçmənin nümunəsi olur. Yəni B bəndi olacaq bizim cavabımız. 6-cı sualda hansı halda biz irsi dəyişkənliyə rast gəlirik? Yağışdan sonra soxulcanlar tələf olur. Xeyr.
Qidanın verilməsinin azalması sağlam südün miqdarının azalmasına gətirib çıxarır. Modifikasiyadır. İrsti rütubətli iqlimdə ağbaş gələn baş bağlanmır, modifikasiya dəyişkənidir. Buğdanın məhsulu quraqlıq zamanı məhv olur. Yəni bunun da belə deyək də e, bir irsi dəyişkənliklə əlaqəsi yoxdur, mühit şəraitindən asılıdır. Enotera bitkisinin yarpaqlarının formasının dəyişilməsi bax mutasiyaya aiddir ki, bu da üzr istəyirəm, irsi dəyişkənliyə aiddir. Hətta Hugo de Vries Enotera bitkisi üzərində bu mutasiyanı müşahidə etmişdi ilk dəfə. Sonra 7-ci suala gəlirik. Deyir ki, doğru olanları seçin. Təbii seçmə təkamülün hərəkət verici qüvvəsidir. Bəli. İstiqametləndirici xarakter daşıyır. Doğrudur. Seçici, istiqametləndirici xarakter daşıyır. İlk dəfə proterozoy erasında baş verib, xeyr, arxey erasında baş veribdir, canlı yaranan dövrdən. Dördüncüdə də deyir ki, modifikasiya dəyişkənliyi onun istiqametləndirilməmiş material ilə təmin eləyir. Xeyr, heç elə bir şey də yoxdur. Cavabımız 1 və 2 şəklində olacaq 7-ci sualda. Davam edirik 8-ci sual ilə. 8-ci sualda baxırıq ki, bizə nə veribdir? Orta xətt salamat qalıbsa stabilləşdirici seçməni bizə göstərib və deyir ki, təbii seçmənin sxemdə göstərilən formasına, yəni stabilləşdirici seçməyə aid olmayanları müəyyən edin. Populyasiya üçün səciyyəvi olan əlamətin orta göstəricidə malik fərdlərin kənar edilməsi. Kənar edilməsi olmalı değildi burada. Salamat qalması olmalıydı. Ona görə biri götürəcəyik burada. Tüzülərlə tozlanan bitkilərdə çiçəyin ölçülərinin az dəyişilməsi. Təbii ki, bu stabilləşdirici seçməyə aiddir. Ona görə götürməyəcəyik. Əsasında divergensiya prosesinin durması bunu götürəcəyik. Çünki divergensiya durmur bunun əsasında. Yəni əlamət ayrılmır da ona görə. Yeni forma yaranmır axı. Divergensiya olsun, parçalansa yeni forma yaranacaq. Yəni yeni forma yaranmır. Dördüncü də az və ya çox dərəcədə sabit şəraitdə populyasiyaların bir çox illər ərzində dəyişməz qalması bu aid olduğu üçün götürmürük. Beşinci də iri sənaye rayonlarında kəpənəklərin tünd rəngli formalarının açıq rəngli formalarını sıxışdırması bu hərəkət verici seçmədir. Stabilləşdiriciyə aid olmadığı üçün götürdük. Altıncıda da fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı sərsələr məhv olub, orta qanadların salamat qalması aiddir. Ona görə də götürmürük. Cavabımız olur 1, 3 və 5. Davam edirik. Sonra bizə nəyi göstəribdir burada? 9-cu sualda baxırıq ki, hərəkət verici seçməni göstərib. Hərəkət verici seçməyə aid olmayanları seçməliyik. Baxırıq burada. Birinci dedik ki, populyasiya üçün səciyyəvi olan əlamətin orta göstəricisine malik fərdlərin kənar edilməsi. Bəli, orta göstərici kənar olunur, yeni formalar yaranır. Birinci fikir aiddir, ona görə götürmədim. İkinci fikir, populyasiyanın fərdlər arasında böyük oxşarlıq müşahidə edilir. Xeyr, yeni xüsusiyyətlər yaranır, üzə çıxır. Ona görə götürmürük, götürürük bunu aid olmadığı üçün. Üçüncüdə deyir ki, həyat şəraitinin dəyişilməsi zamanı əlamət orta həyatdan bu və ya digər istiqamətdə dəyişərək kənara çıxmalar yaradır. Bu hərəkət verici seçməyə aiddir. Ona görə götürməyəcəyik. Yəni buradan 2-ni götürmüşük. Davam edirik. Hələ testin davamı var yuxarı hissədə. Sonra deyir ki, az və ya çox dərəcədə sabit şəraitdə populyasiyanın bir çox illər ərzində dəyişməz qalması bu stabilləşdirici seçməyə aid, hərəkət verici seçməyə aid deyil. Ona görə götürürük. Beşincidə iri sənaye rayonlarında kəpənəklərin tünd rəngli formalarının açıq rəngli formaları sıxışdırması bu aiddir. Ona görə götürməyəcəyik.
Fırtına zamanı İngiltərədə uzun və qısa qanadlı sərçələrin məhv olması və orta qanadların salamat qalması hərəkət verici seçməyə aid deyil, stabilləşdirici seçməyə aiddir. Yəni 9-cu sualda cavabımız 2, 4, 6 olmuş olacaq. Gəlirik 10-cu suala. Seçmənin formaları verildi. Hərəkət verici, stabilləşdirici və burada uyğunluğu müəyyən eləməliyik. Demək, əlamətin orta həddini saxlayır, stabilləşdirici. Demək, bir dəqiqə 1-ə, 2-yə. Orta həddini saxlayırsa 2-yə A aid edilmiş oldu. Orqanizmlərin dəyişən mühit şəraitinə uyğunlaşmasını təmin edir. Hərəkət verici seçmə. Əlamətlərin orta həddən kənara çıxan fərdləri saxlayır. Hərəkət verici seçmə. Orqanizmlərin çoxşəkilliliyin artmasına səbəb olur. Yenə hərəkət verici seçmə. Relikt canlıların uzun müddət dəyişməməsini təmin edir. Cavabımız da bu da stabilləşdirici seçmə. Cavabımız 1-ə B, C, D, 2-yə A, Y aid edilmiş olacaq. Sonra 11-ci sual buradakı bu bölmənin, yəni təkamülün hərəkət verici qüvvələrini bölməsinin sonuncu sualıdır. İndi gəlin buna da baxaq. Verilib təbii seçmə, süni seçmə uyğunluğu müəyyən edilir. Nəticəsində mikroorqanizmlərin ştamları yaranır. Təbii ki, bu süni seçməyə aiddir. Ona görə 2-yə A yazdıq. Konkret əlverişli şəraitə uyğunlaşanların salamat qalıb döllü nəsil verməsi ilə nəticələnir. Bu təbii seçməyə aiddir. Yeni növlərin yaranması təbii seçməyə aiddir. 5 eradır ki, mövcuddur. Təbii seçmə, arxey, proterozoy, paleozoy, mezozoy, kaynozoy. 5 dənə eradır mövcuddur. Bu şəkildə. Yeni heyvan cinsi bitki sortlarının yaranması ilə nəticələnir. Bu da süni seçmə. Cavabımız 1-ə B, C, D, 2-yə A, Y aid edilmiş olacaq. Bir də mikrotekamül, təkamülün nəticələri mövzusunun da testlərini izah edək. Zaten 11 dənə test var burada. Bunu da izah edək, buradan aradan çıxmış olsun. Baxırıq, birinci sualda. Bizə deyilir ki, ağac birəbitənlərindən olan ağaclarına bənzər birəbitən quşlarının dimdiyi hansı formada olur? Əvvəlki kitablarda bu ağaclarına bənzər birəbitənin dimdiyini həm ovan, həm tutucu qeyd edildi. Amma son kitablarda yalnız ovan götürüldüyünə görə elə cavabımızı C bəndi olaraq götürəcəyik. İkinci sualda mikro təkamülü bilavasitə müşahidə etmək mümkündür. Yəni nə üçün? Çünki tarixən qısa müddət ərzində baş verir və insan ömrü buna yetir. Onun üçün üçüncü sualda A bəndi olaraq cavabımızı götürəcəyik. Üçüncü suala gəlirik. Üçüncü sualda bizə deyilir ki, aşağıda adları verilən arıquşu növlərindən hansı iynə yarpaqlı ağacların toxumları ilə qidalanır? Sadəcə kəkilli arıquşu idi da, iynə yarpaqlı ağacların toxumları ilə qidalanan. Ona görə üçüncü sualın cavabı C bəndi idi. Qalanlar heyvani qidala qidalanırdı. Dördüncü sualda genetik və morfoloji kriteriyalardan istifadə edərək verilən siyahıda neçə növ, neçə fərd göstərildiyini müəyyən edin. 2 dənə çöl sərçəsi verib, 2 dənə dam sərçəsi verib. Burada 2 dənə növ var. Çöl sərçəsi və dam sərçəsi. Hər birinin də 2 fərdi olduğuna görə 4 dənə də fərd hesab edəcəyik. 4-cü sualda cavabımız A bəndi olmuş olacaq. Davam edirik 5-ci sualla. Deyir ki, coğrafi növ əmələ gəlmədən fərqli olaraq ekoloji növ əmələ gəlmədə yeni növün əmələ gəlməsi başlanğıc arealın daxilində gedir. Cavabımız D bəndi. Areal burada genişlənir və yaxud da hissələrə parçalanmır da. Elə arealın daxilində mühit şəraiti dəyişilir. 6-cı sualda ekoloji növ əmələ gəlmədən fərqli olaraq coğrafi növ əmələ gəlmədə yeni növün əmələ gəlməsi başlanğıc arealın genişlənməsi nəticəsində baş verir. Yəni 6-cı sualın cavabı C bəndi olacaq. 7-ci suala gəlirik.
Açıq sualdır. Deyir ki, coğrafi növəlgəlməyə aid mühakimələri seçin. Arealın genişlənməsi yaxud daralması ilə müşahidə olunur. Bəli, ya genişlənər, ya da hissələrə parçalanıb daralar. Doğrudur. Meşə indüstriyası arealın hissələrə parçalanaraq yeni cavan növlərin yaranmasına səbəb olmuşdur. Doğru bir fikirdir. Sonra üçüncü fikirdədir ki, yeni növün əmələ gəlməsi zamanı arealın hüdudları dəyişir. Səhv bir fikirdir. Populyasiyalar öz arealında qalır, lakin həyat şəraiti dəyişilir. Bu ekolojiyaya aiddir. Arıquşunun müxtəlif növləri bu növ əmələ gəlmə nəticəsində yaranmışdır. Aha, indi burada belə bir şey var ki, arıquşunun arealın hissələr parçalanması nəticəsində 3 dənə müxtəlif yarım növü yaranmışdır. Bunu nəzərə alsaq götürməliyik. Qidaya ixtisaslaşmanı nəzərə alsaq götürməməliyik. Yəni bu beşinci də biraz mühakimə yürütmək lazımdır. Yəni tam şəkildə qeyd olunmayıb da. Ona görə hələ ki 1-2 dəqiq olduğuna görə 1-2-ni götürək. Beşinciyə də yenə burada nida işarəsi qoyduq ki, yəni tam bir şəkildə qeyd olunması lazımdır. Davam edirik 8-ci sualla. Bize deyir ki, doğru olanı seçin. Mikrotekamül ilk defa arxey erasında baş vermiştir. Təbii ki, ilk növlər arxeydə yarandığına görə arxeydə baş verib. Bakteriyaların növləri yəni. İkincidə deyir, mikrotekamül nəticəsində növlərin çox şəkilliliyi yaranır. Yeni formalar yaranırsa çox şəkillilik də yaranacaq təbii ki. Doğru bir fikirdir. Makro təkamül prosesində konvergensiyaya da tez-tez rast gəlinir. Bəli, divergensiyanın yanaşı konvergensiyaya da tez-tez rast gəlinə bilir. Doğru bir fikirdir. Sonra arıquşunun bütün növləri yalnız həşəratlarla qidalanır. Xeyr, çəkilli arıquşu iynəyarpaqlı ağacların toxumları ilə qidalanırdı. Beşincidə deyir ki, növələ gəlmənin bir növü digərini əvəz edə bilməz. Təbii ki, əvəz edə bilər. Niyə əvəz edə bilməsin ki? Ona görə də cavabımız 1, 2, 3 olmuş olacaq. Yəni burada beşinci fikrə baxanda biraz aydın olmaya bilər. Amma yəni deyək ki, arealın genişlənib yeni bir növ yaranması nəticəsində areal genişləndi, yeni bir mühitə düşdü, yeni növ yarandı deyək ki. Sonra həmin o arealın daxilində, genişlənmiş arealın daxilində şərait dəyişilər. Bu da ekoloji növ əmələ gəlməyə səbəb ola bilər. Yəni e, bir forma digər formanı əvəz edə bilir. Yaxşı, davam edirik. Son 3 sual. Deyir ki, divergensiya nədir yəni? Divergensiyaya uyğun olanları seçməliyik. Eyni bir növün fərdlərinin müxtəlif həyat şəraitini düşdükdə tədricən onlar arasında fərqin əmələ gəlməsidir. Əlamət parçalanıb da fərqlilik yaranıb. Doğrudur. Həm mikro, həm də makro təkamüldə baş verir. Düzdür. İlk dəfə proterozoy erasında baş vermişdir. Divergensiya. Aha, baxsaq ki, bu fikir doğru deyil. İlk dəfə arxey erasında baş verir. Arxeydə baş verib. Çünki arxeydə bakteriyaların bir çox növləri yaranırdı. Parçalanma baş veribdi arxeydə. Probiont var idi. İlk e, canlı orqanizm kimi probiontu götürüb. Probiont parçalanmışdı, bakteriyaların müxtəlif formalarını əmələ gətirmişdi. Cavabımız burada nə olacaq? Yəni 3 səhv olacaq. Dördüncüdə növ daxilində əlamətlərin ayrılması ilə müşahidə olunur. Doğrudur. Həyat şəraitinin dəyişilməsi nəticəsində populyasiya daxilində əlamətlərin yaxınlaşması deyil, əlamətlərin hissələrə parçalanmasıdır. Ona görə də cavabımız olur burada 1, 2 və 4. 10-cu sualdır. Ekoloji növünə gəlmə nəyin nəticəsində baş verə bilər? Arealın genişlənməsi xeyir. Areal hüdudlarının dəyişməməsi bəli. Arealın hissələrə parçalanması xeyir. Areal daxilində qidalama tiplərinin dəyişilməsi bəli. Cavabımız 2 və 4 olaraq götürüləcək 10-cu sualda. 11-ci sualda.
Coğrafi növə mücəlmə nəyin nəticəsində baş verə bilər? Arealın genişlənməsi, bəli. Areal daxilində şəraitin dəyişilməsi, xeyr. Arealın hissələrə parçalanması, bəli. Areal daxilində qidalama tiplərinin dəyişilməsi, xeyr. Burada da cavabımız 1 və 3 olmuş oldu. Belə, əziz izləyicilər, bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun, hələlik.